Keçmiş zaman past simple. Keçmişdə baş verib, keçmişdə də bitən hərəkətlərdir. Yəni indi ilə heç bir əlaqəsi yoxdur. Keçmişdə baş verib və keçmişdə də bitib. Və keçmiş zamanı düzəltmək üçün ingilis dilində feillər iki yerə bölünür: qaydalı və qaydasız feillər. İlk olaraq gəlin qaydalı feilləri keçək, daha sonra qaydasız feilləri öyrənək. Qaydalı feillər keçmiş zamanda gördüyümüz kimi ed şəkilçisi əlavə etməklə düzəlir. Məsələn, work oldu worked, smiled, tried, played, stopped. Yəni bu şəkildə bizim keçmiş zamanımız düzəlir. Diqqət etdiyiniz kimi burada müəyyən fərqliliklər var. Fərqliliklər nədir? Əgər söz i səsi ilə, i ilə bitibsə, o zaman bura sadəcə d əlavə olunur. Çünki zaten burada i hərfimiz var. Növbəti sözdə y ilə bitib, try və y özü dəyişilib o zaman I hərfinə keçir. Nəyə görə? Çünki y-dan əvvəl samit gəlib. Demək biz diqqət edirik y-dan əvvəl hansı hərfdir? Samitdir yoxsa saitdir? Baxırıq ki, samitdir. Demək ki, əgər y hərfindən əvvəl samit işlənibsə, o zaman y dəyişilib olur I və ondan sonra ona id əlavə olunur. Növbəti misalda isə y hərfindən əvvəl sait gəlib. Sait gəlibsə heç bir dəyişiklik olmur, sadəcə ora id əlavə olunur. Played. Və tək hecalı sözlərdə isə bu şəkildə baxın. Burada isə son samit qoşalaşacaq, olacaq stopped. İndi keçirik cümlənin quruluşuna. Keçmiş zamanda cümləni düzəltmək üçün ilk öncə mübtəda gəlir, yəni kim, nə sualına cavab verən bir söz. Ondan sonra isə hərəkət gəlir, yəni feil. Demək, mübtəda və feil. Feilə isə qaydalıdır deyə id əlavə olunacaq. İngilis dilində subject plus verb and plus ed. Məsələn, they played football. Onlar futbol oynadılar. Sadəcə bura id şəkilçisi əlavə etməklə biz keçmiş zamanı düzəltdik. Bəs keçmiş zamanın zərfləri nədir? Adverbs. Yesterday, dünən, ago, əvvəl. Məsələn, 2 days ago, 2 gün əvvəl. 5 years ago, 5 il əvvəl. Last, ötən, keçən mənasındadır. Məsələn, last week, last year, last month, ötən həftə, ötən il, ötən ay və s. Yəni, last sözü ilə düzəlir. Bir də in. In illərlə işlənir. In 2000, 2000-ci ildə və s. Yəni, bu şəkildə biz keçmiş zamanı düzəldirik. Məsələn, bu cümləni they played football yesterday. Bura yesterday əlavə edə bilərik. Onlar dünən futbol oynadılar. İnkar forması, inkar formada cümlənin quruluşu bu şəkildədir. Mübtəda, üstə gəlinsin did not, yəni didn't və üstə gəl feil. Feil artıq burada indiki zamanda olacaq. Çünki artıq cümləmizdə did var. Did özü keçmiş zamandır. Do'nun keçmiş zamanı. Cümləmizdə did olduğu üçün, keçmişi göstərən köməkçi feil olduğu üçün artıq feilimizin özü indiki zamanda olacaq. Çünki bizə bir dənə keçmişi göstərən söz yetərdir. Burada da bir did köməkçi feilimiz olduğu üçün bizə yetər ki, cümləmizi göstərdi ki, bu cümləmiz keçmiş zamandadır. Did not, qısa forması isə didn't olacaq. Baxaq misalımıza. They played football. İnkar cümlədə they didn't play football. Gördüyümüz kimi burada playdən sonra artıq id şəkilçisi yoxdur. Nəyə? Çünki burada artıq didn't işlədilib ona görə. Və mötərizədə misallar da göstərmişəm burada. Yəni, they-in yerinə digər şəxslər də işlənə bilər. Fərqi yoxdur. Bütün şəxslər də eynidir. Ali didn't play, my friend didn't play və s. Yəni, hansı şəxs istəsək, hansı mübtədanı istəsək, burada işlədə bilərik. Heç bir dəyişiklik olmayacaq. Sonra sual formasında affirmative, sual formasında mübtədadan əvvəl did işlədiləcək. Did, daha sonra mübtəda və ondan sonra feil əlavə olunacaq. Yenə də feil indiki zamanda olacaq. Niyə? Çünki artıq burada did işlədilib. Demək, biz didi gördüksə, artıq feilimizi indiki zamanda işlədəcəyik. They played football, sual formasında did they play football olacaq. Yenə də play, çünki did var burada.
Buna qısa cavab olaraq verə bilərik. Yes, they did, no, they didn't və ya yes, she-yə sual vermişiksə, did she play football? Onda yes, she did, no, she didn't. Yəni, şəxsə uyğun olaraq buradakı şəxs dəyişməlidir. They-yə sual vermişiksə, burada cavabda they olmalıdır. She-yə sual vermişiksə, burada cavabda she olmalıdır. Yəni, bunlara diqqət edin. Məsələn, did you work? Yes, I did. No, I didn't. Did they work? Yes, they did. No, they didn't. Did we work? Yes, we did. No, we didn't. Yəni, şəxslər bir-birinə uyğun gəlməlidir. Sualı kimə vermişiksə, cavab da ona uyğun olmalıdır. Bu qədər. Qaydalı feillərimiz bu qədər. Gələn dəfə qaydasız feilləri izah edəcəyik.